24 aprel ustamız kerma qranit düzəldir. Yorulmayasan açtım. Buna indi dolu vurasın, həm? Burada da ustanın işlərdir, kerma qranit düzəldirdi, yumru aval. Kerma qranitin üzərindən sıxıntılı kvadrat variant. Saçqa mərmərlərdir bizdə, əl işləri hamısı. İstənilən rəngi uyğun düzəldirik. Bu da onun kimi. Tökmə mərmərdir, üzərində saçqadır, tökmə mərmərdir. Altında forex materialdır. Bu bizim moydadırlardır. Mağazaya gedəsi moydadırlardır, hazırlanır. Mərmər tekstura duş kabinalardır. Moydadır, gizli sifondur. Bu akril materialındır, yüngül. Çərpisi olanda çağırı verməsin deyə akrildən düzəltmişik. Bu da türkvanımızdır, təzə modeldir. Bu da gizli sifondur, sifon yeri görünmür. Hər ölçüdə düzəldə bilirik, hər rəngə uyğun. Bu da bizim çaşqadır. Altında özəl düzəldir. Moydadırdır, tökmə mərmər. Üstündə çaşqa, o da tökmədir, mərmərdəndir. Akril klassik formasıdır. Özəldir, yəni bizdə olan istehsalat ustaların əl heç kimdə yoxdur. İnşallah xeyli sallaqlardır. Bunlar da bizim müştərilərimizə gedən mallarımızdır, yola quran. Burada da təbii mərmərdir, həmçinin. Çaşqadır, bu da mərmərdəndir, çaşqamız. Güzlüdür, altın moydadır, bu da gizli sifondur, bu da. Özəl yığılıb, bu da. Dolabıdır, güzgüsüdür kənarında. Burada bizim mərmərlərdir. Müştərilə gedən moydadır da, val moydadır. Moydadırımız da qiyməti endirimdədir. 220 manatdır bu da. Tökmə mərmərlərdir, kerma qranitlərdir. Bunlar müştərilərə hazırlanan mallar, məhsullarımızdır. Kerma qranitlərdir, tökməli. Bu da kerma qranitli vitrindir. Bu da akrildir, təzə modelimizdir. Altı dolab forex materialı, bu da yüngül materialdır. Forex materialına yığılıb duş kabinamızdır, petlə modeldir. Kerma qranitlərimizdir. Hər zırqa uyğun, ölçüyə, standart ölçülərə uyğun düzəldirik. Paltoru yən üçündür burada. Özümüzün mərmərlərimizdir. Jurnalmidir. Bizdə olan mərmərlərdir. Türkvanlardır. Bu da mərmərdəndir, moydadır, qeyri-adi moydadırdır. Özəl, güzgüsü, dərs komplekt. Forex materialından dolabımızdır, çaşqalardır. Üzərinin çaşqasıdır. Çox maraqlı, təbii mərmərdəndir. Bu da tökmədir. Kerma qranitlərdir, tökmə mərmərdəndir. Bu da kerma qranitdir.